Salam hər kəsə, mən Rəsul Abdülhüseynli. Bu videoda IP ünvanları haqqında danışacağıq. IP, yəni internet protokol, şəbəkədəki hostların ünvanlanmasını və paketlərin düzgün istiqamətləndirilməsini təmin edən protokoldur. IP ünvanı isə bu protokolun cihazlara təyin etdiyi unikal ünvandır. Yəni daha sadə dildə desək, IP ünvanı sənin kompüterinin, telefonun, routerinin və ya başqa hər hansı bir şəbəkə cihazının şəbəkədə tanınması üçün verilmiş unikal ünvandır. IP ünvanları versiyalarına görə iki yerə ayrılır. IPv4 və IPv6. IPv4 4 oktetdən ibarətdir, 32 bit uzunluğundadır və ikili say sistemində olmasına rəğmən insanların işini asanlaşdırmaq üçün onluq say sistemindəki 0-255 aralığındakı ədədlərlə, məsələn 192.168.1.1 kimi göstərilir. IPv4 sayəsində təxminən 4,3 milyard unikal IP ünvanı əldə edirik. IPv4 IP ünvanları siniflərdə bölünür. Biz buna IP klasslar deyirik. Bu siniflər IP ünvanlarının başlanğıcına görə müəyyən olunur və əsasən hansı miqyasda şəbəkə üçün istifadə olunduğuna görə fərqlənirlər. Məsələn, klass A çox böyük şəbəkələr üçün, klass B orta ölçülü, klass C kiçik şəbəkələr, klass C multicast və son olaraq klass E elmi və eksperimental məqsədlər üçün istifadə edilir. Bu siniflər IP ünvanlarının necə bölünüb istifadəçilərə verildiyini müəyyən edir. Biz əsasən gündəlik həyatımızda A, B və C klasslarından istifadə edirik. D və E IP ünvanları multicast və elmi məqsədlər üçün rezerv olaraq saxlanılır. Lakin dünyada şəbəkəyə qoşulan cihazların sayı artdıqca, bir müddətdən sonra IPv4-ün bizə verdiyi IP ünvanları kifayət etmir. Bu zaman işimizə IPv6 yarayır. IPv6 8 oktetdən ibarətdir, 128 bit uzunluğundadır və 16 say sistemindəki ədədlərlə ifadə olunur. IPv6-da mövcud olan IP ünvanların sayı təqribən 3,4 vurulsun 1338-dir, yəni demək olar ki, limitsiz. IP ünvanları statik və dinamik olmaqla da iki yerə bölünür. Statik IP ünvanları ISP və ya administrator tərəfindən əl ilə təyin edilən ünvanlardır. Dinamik IP ünvanları isə bir öncəki videomda gördüyünüz kimi DHCP tərəfindən avtomatik təyin edilir və vaxt aşırı dəyişir. Bundan əlavə IP ünvanları public və private olmaqla da iki yerə ayrılır. Public IP internetə qeydiyyatdan keçmiş və yönləndirilə bilən IP ünvanıdır. Bu ünvanlar ayana, yəni Internet Assigned Numbers Authority tərəfindən təyin olunur və ISP-lər vasitəsilə istifadəçilərə verilir. Saytlar, serverlər və digər onlayn xidmətlər public IP-lərlə fəaliyyət göstərir. Private IP isə lokal şəbəkələrdə istifadə olunan, internetə yönləndirilə bilməyən IP ünvanlarıdır. Bu ünvanlar RFC 1918 standartına əsasən təyin olunur və A, B və C olmaqla 3 sinifə ayrılır. A sinfi böyük şirkətlərin lokal şəbəkələrdə istifadə olunur, B orta ölçülü lokal şəbəkələrdə, C sinfi isə kiçik lokal şəbəkələrdə istifadə olunur. Bu videoda IP mövzusunun təməllərini sizə izah etməyə çalışdım, lakin IP mövzusunda bəzi xırda detallar var ki, siz bunlara diqqət etsəz, daha yaxşı şəkildə qavramış ola bilərsiniz. Birincisi, IP ünvanı 0 ilə başlaya bilməz, çünki 0 şəbəkəni göstərmək üçün istifadə olunur. Məsələn, 0.23.45.1 kimi IP adresi doğru deyil. İkincisi, IP ünvanı 255 ilə bitə bilməz, çünki 255 ilə bitən IP ünvanları deyil, broadcast ünvanıdır. Hər hansı bir cihaz üçün istifadə edilə bilməz. Məsələn, 192.168.1.255 deyə IP ünvanı ola bilməz. Üçüncüsü, IP ünvanların oktetləri 0-255 aralığında olmalıdır. Yəni 192.168.500.1 kimi IP ünvanı səhvdir, çünki dediyimiz kimi oktet 0-255 aralığında olmalıdır. Video bura qədər idi. Növbəti videolarda bu mövzunu daha dərindən izah etməyə çalışacağam. Əgər anlamadığınız və ya sizə qaranlıq qalan hər hansı bir məqam oldusa, fikirlərinizi şərhlərdə qeyd etməyi unutmayın.